أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهي. Xoş gördük əziz dəyərli bacı və qardaşlarım, möminlər, cümə günüdür, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bu günləri danışdığım xütbəm insan ömrü, insan həyatı, zamanın itkisi. Bu mövzuda mən istəyirəm sizlərlə danışam və ümid edirəm ki, hər kəs də bu xütbədən nəticə çıxardıb məmnun qalacaq. Bilirsiniz ki, insan dünyada hər bir şeyini, söhbət maddiyatdan gedir, itirərsə, onu yenidən qazana bilər. Maldır, mülkdür, evdir. Düşündüyümüz bu dünyəvilik nə varsa, bunu itirmişiksə qazana bilərik. Amma bir şeyi qazanmaq çox çətindir. Gedərsə gəlməz. O da ömür sərmayəsidir. İtirilən mal geriyə qayıda bilər. Lakin keçən bir an dönməz. Hər gün doğan günəş bizə yeni bir həyat səhifəsi verir. Batan günəş isə ömrümüzdən bir səhifəni bağlayır. Ona görə Allah Teala Quran-ı Kərimdə zamanın dəyərini, ömrün dəyərini bizə anladaraq kiçik bir surədir. Amma and içir Allah Teala orada. Vəl-əsr. Bismillahdan sonra. Bismillahirrahmanirrahim. Vəl-əsr. And olsun müasir zamaniya. And olsun əsrə. And olsun zamanlara. Hətta mən bir dəfə hədislərin birində oxudum, səhv eləmirəmsə, İmam Sadiq əleyhissalamın hədislərində idi. Deyir ki, bu vəl-əsrdən məqsəd Allah Teala and içir zöhrlə əsr namazına. Deyir, hər kim zöhr və əsr namazın qılmaya elə bil bir ev dolu qızıl qazanıb, itirib ki, hansı ki Allah yolunda da verəcəkdi. Onu əlindən verib, əgər zöhr və əsr namazını qılmayıbsa. Deməli, zöhr və əsr namazı və namazlar o qədər bizim üçün mükəmməldir ki, elə bil bir ev dolu qızıl qazanmısan, onu Allah yolunda xərc edəcəksin, itirmisən, namaz itkisi bu qədər ondan da üstündür və ondan da güclüdür. Ona görə Allah Teala əsrə and olsun ki, insan ziyanın içindədir, insan ziyandadır. Ona görə biz buradan gənclərə hər zaman xitab edirik ki, müraciət edirik ki, gəncliyin qədrini bilin, cavanlığınızın qədrini bilin. Bax, burada cavanlar ki, oturub, bax, necə namaz yanğısı, namaz susuzluğu, namaz möhtacıdırlar. Eynən bu bizim gəncliyimizin sərmayəsidir ki, biz bugün oturmuşuq burada. Bunu deməli qədrini biz bilirik, cavanlığımızın qədrini bilirik. Gənclik əbədi deyil, daimi deyil.
özümə hər zaman aynanın qarşısında sual verirəm. Bir zaman, neçə il bundan öncə mənim saçımda, saqqalımda bir dənə olsun ağ tük yox idi. Və mən aynanın qarşısında dayananda deyirdim, ilahi görəsən mənə bu ağ saçlar, ağ saqqal nəsib olacaq. İndi qara saçsın gəzirəm, tapa bilmirəm. Bugün güclü olan bədən, iti yaddaş və enerji bir gün azalacaq. Ona görə də cavanlıq, gənclik dövrü Allahın ən böyük nimət sərmayəsidir. Hədislərdə boş yerə keçmir ki, gəncin 2 rükət namazı qocanın, yaşlının 70 rükət namazının üstündür. Allah Resulü hədislərinin birində buyurur ki, 5 şey gəlməzdən əvvəl 5 şeyin qədrini bilin. Bunları mən sadalamaq istəmirəm, amma biri budur ki, qocalıqdan öncə, qocalıqdan əvvəl gəncliyinizin qədrini bilin. Yəni, insan gəncliyini boş işlərə deyil, özünü inkişaf etdirməyə sərf eləməlidir. Gənc inkişaf eləməlidir. Mənəviyyatın, mənəvi sərmayəsini çoxaltmalıdır. Ömür sürətlə gedir. Zaman sürətlə gedir. Saniyələr sürətlə gedir. Deməli, ömür sərmayəmizi xərcləyirik. Təsəvvür edin, hər gün səhər yerinizdən duranda hesabımıza ya hesabınıza 86.400 manat yatırılır. 86.400 manat yatırılır. Hər gün səhər yerinizdən duranda. İstifadə olunmayan hissə silinir. İnsan vaxtı da belədir. Hər gün bizə 86.400 saniyə verilir. İstifadə edilməyən vaxt isə da geri qalmır. Da qutardı, bitdi. 86.400 saniyəni biz bəzən hədər veririk. Hər günün hesabatını biz yerə aparaq. Bax, bugün yerimizdən durduq, bir hesabat aparaq. Görək, bu günləri biz nə eləmişik? Bu saniyə qədər nə etmişik? Və bugün nə öyrəndim? Kimə faydalı oldum? Kimə dəyər verə bildim? Kimin faydası ilə məşğul ola bildim? Allah üçün nə etdim? Bunlar hamısı insanı düşündürür. Sabah daha yaxşı olmaq üçün mən nə etməliyəm? Və bu günləri, bu sualları verirsən, bir də düşün ki, sabahları bu gündən daha yaxşı olmaq üçün mən nə etməliyəm? Ona görə Quran-ı Kərim bizə bir düşündürücü ayə buyurur. Qiyamət günündə bu sual veriləcək sizə, mənə, bizə. Əvələm nuammirkum. Qiyamət günü bəzi adamlara buyurulacaq Allah Teala tərəfindən. Məgər sizə həqiqəti anlamaq, düşünmək, tövbə etmək və doğru yolu seçmək üçün kifayət qədər ömür vermədikmi? Ayəyə baxın. Bütün bu şəraiti sənin üçün yaratmışam, ömür də vermişəm. Bu qədər ömrü sənə vermədimmi? O zaman sənin və mənim cavabım nə olacaq? İndi təzə bir metodologiya var, fürsət tapıblar. İmkanım olmadı. Mən bilmədim. Vaxtım çatmadı. Necə olur ki, sənin vaxtın, bizim vaxtımız, mənim vaxtım boş-boş restoranlarda oturub, kafelərdə oturub, qəlyan çəkəndə saatlar gedir. Mən bəzən cavanlara çox təəccüb eləyirəm, incimin məndən. Mən çox rica edirəm, xanımlardan da rica edirəm, sizlərdən də. Mən bir dəfə, bir neçə ay bunun əvvəl araşdırma apardım, niyə boşanmaların sayı çoxalır? Düzdür, hərəniz bir subyekt fikir olaraq deyəcəksiniz ki, boşanmaların səbəbləri budur, narkotikdir filandır. Bunlar qalıbı geri. Bunlar məlumdur.
Amma mən bir şeyi ağlıma, beynimə həkk etdirdim ki, boşanmaların səbəblərinin kökündə biri budur. 30 dənə səbəbi biri budur. Nədir? Mən kənd yerindeydim bu yaxınlarda. Gecə saat 11, 12, 1, bəzən dursaq 3-də də həmən o istiqamətdən, küçədən keçsək, cavanlar hamısı çayxanadadır. Çox üzr istəyirəm. 3-ə qədər oturan kişidə hansı qadın qalar? Sual verirəm sizə. Ola bilər bir ayda 3 dəfə təkrar olunsun. Amma hər gün çayxanaya yığış orada, simiskaları da tök qabağı var. 30 köpük oradan ver, 1 manat da çaya ver. Səhər çağında xanımıva de ged bazara pul qazan gətirmək üçün. Belə kişilər də var dırnaq arası. Sonra çıxır, sinəsini də verir qabağa, deyir ki, məndən yaxşı kişi yoxdur. Bu nə yanaşmadır, bu nə? Düşün, gedin bir dənə rayonlara baxın. Küçələrdə görəcəksiniz, səhərə qədər oğlanlar var, oturub orada, ailəsi də ola. Ancaq boş-boşuna mənasız danışır, ömrü verir fənaya. Adamlar var, tanıyıram, 50 yaşı var, 50-nin 30 ilə çayxanalardadır. Allah bizdən soruşacaq, mən sənə ömür vermədimmi? Onda deyə bilməyəcəksən. Deyə bilməyəcəksən, zamanım yoxdur, vaxtım yoxdur, bilmədim, anlamadım. Onda Allah da sənə sual verəcək. Sənə ağıl vermişdim? Bəli. Vaxt vermişdim? Bəli. Pay vermişdim? Bəli. Peyğəmbərlər göndərdim? Bəli. Kitab göndərdim? Bəli. Həyat verdim? Nə istəyirsən Allah deyər məndən? İndi sən mənə borclusan, ya mən sənə. Deməli, nəticə etibarı ilə gənclik və ömür bir nemətdir. Gənclik və ömür sabahın vədi deyil, bugünün fürsətidir. Bugünü xahiş edirəm, bunu da yazın beyninizdə. Gənclik və ömür sabahın vədəsi deyil, bugünün fürsətidir. Fürsət varkən əldən buraxma. Fürsəti fovt eyləməz, aqil məgər nadan olan. Ağıllı insanlar zamandan, vaxtdan istifadə edirlər. Bugün çalışaq vaxtımızı, zamanımızı yaxşı və gözəl şeylərə sərf edir. Allah Muhammed Ali Muhammedin xatirinə aqibətimizi xeyr eləsin. Ömrümüzün, həyatımızın, yaşayışımızın, zamanımızın bərəkətini bizim əlimizdən almasın. Allah Teala həyatımızı gözəl eləsin. Cümiyə toplaşan bacı və qardaşlarımızı, qonaqlarımızı müvəffəq eləsin. Ruhumuzu paklaşdırsın. Ölkəmizi, millətimizi, xalqımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Başımızın üstündə olan 3 rəyli bayrağı əbədi dalğalandırsın. Minarələrdən azan sədasını kəsməsin. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Xəstələrimizə, xəstəxanada olanlara, xəstəxanada yatan və duaya möhtac olan insanlara, eyni zamanda mənim hər zaman qeyd edirəm, dəyərli bacımın da sizlərlə hər zaman bu barədə təmasım olub, duaya ehtiyacı var, o bacımın da şəfası və onun sağlamlığı üçün də Allah Muhammed Ali Muhammedə xatir şərait, zaman və fürsət versin inşallah. Tezliklə sağaltsın bütün xəstələrimizi. Allah övladı olmayanlara övlad lütf eləsin. Borc olanların borclarını əda eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yelid və lam yulad və lam yekul lahu kufuwan ahad. Peyğəmbər zamanına salavat.